Salam dostlar, loqaritmik tənliklərə aid belə bir çalışmanın həllinə baxaq. A parametrinin hansı qiymətində mötərizədə a kvadrat çıxılsın 5a üstəgəl 7 qüvvətində loqaritma 2a minus 5 əsasından 11 bərabərdir 11 bərabərliyi doğru olar. Əvvəlcə belə bir xassəyə baxaq. Deməli, a üstündə loqaritma a əsasından x verilibsə, deməli bu zaman a'lar gedir, qalır x. Deməli bizim tənlikdə, bərabərlikdə 11-ə bərabər olması üçün deməli a kvadrat çıxılsın 5a plus 7 a kvadratı çıxılsın 5a üstəgəl 7 bərabər olmalıdır 2a minus 5-ə. Buradan alırıq ki, a kvadratı çıxılsın 7a üstəgəl 12 bərabərdir 0-a. Buradan isə kökləri alarıq. Biri 3 edər, digər də 4 edəcək. Əgər a-nın 3 qiymətini aparıb tənlikdə yerinə yazsaq, a-nın yerinə yazsaq, onda loqaritmanın ətəyində olan ifadə, yəni 2a minus 5 bərabər olar 2 vurulsun 3 çıxılsın 5 bərabərdir 1. Loqaritmanın əsası 1 ola bilmədiyi üçün deməli a bizim tənliyin həlli deyil. A-nın 4-ə bərabər olan qiymətini tənlikdə yazsaq, onda alırıq ki, 4-ün kvadratı çıxılsın 5 vur 4 üstəgəl 7 bərabərdir 3-ə. 2 vurulsun 3 çıxılsın 2 vurulsun 4 çıxılsın 5 isə bərabərdir 3 olar. Onda isə alarıq ki, 3 üstündə, yəni qüvvətində loqaritma 3 əsasdan 11 da bərabər olar, üstlər gedər, qalar 11. Yəni 4 isə tənliyin həlli olacaq.